İnsan niyə öz xoşbəxtliyindən qaçır? Həyat bəzən biz istədiyimiz bütün xoşbəxtlikləri bizə verir, amma biz onu öz əllərimizdən itələyirik. Bunun səbəbi çox asandır. Çünki siz həmişə sizə tanış hisslərdən yapışırsınız. Çünki o xoşbəxtlik deyilən hiss artıq sənə tanış deyil. Amma sənə tanış olan hisslər isə ağlamaq, pis olmaq, tək qalmaq, kimlərisə günahlandırmaqdır. Tamam, bəs səndə bu tanış hisslər necə formalaşıb? Bunlar sənin həyatında zamanla tanış olduğun hisslərdir, aldığın travmalardır, yaşadığın hadisələrdir. Sən nə etməlisən? Şuur altığı həmin o negativ inanclardan, o travmalardan təmizləməlisən. Və sənə əvvəllər tanış olan, hazırki vəziyyətdə sənin yaşadığın o hisslər ki var, sən onları özündən uzaqlaşdırmalısan və özünə o xoşbəxtlik hisslərinin gəlməsinə icazə verməlisən.